Salam uşaqlar, bugünkü mövzumuz modula əsasən mənfi tam ədədlərin müqayisəsi. Səhv 80-81. Başlayalım mövzumuza. Uşaqlar, siz mənə deyin görün modul nə olmuşdu? Modul ədədin mütləq qiyməti olmuşdu. Dedik 0 başlanğıc nöqtəsinə qədər olan məsafə nəzərdə tutulur. Düzdürmü? Və uşaqlar dedik ki, moduldan həmişə müsbət bir ədəd çıxmalıydı. Səbəb nəyə? Məsafə mənfi ola bilməz. 0-a qədər məsafə mütləq müsbət bir ədəddir. Məsələn, modulda -8. Dedik nəyə bərabərdir? Müsbət 8-ə. Çünki -8-dən 0-a qədər olan məsafə 8 cm-dir. Məsələn, modulda 8 bərabərdir 8-in ölçüsünə müsbət bir ədədə. Dedik, əgər bizdə modul daxilində ədəd mənfidirsə, onun əksi çıxır, müsbət forması. Əgər modul daxilində ədəd müsbətdirsə, olduğu kimi çıxırdı. Bu hissəni bilirdik. Bu keçmiş mövzumuz idi. Bir də uşaqlar, sizinlə ədədlərin müqayisəsini keçdik. Tam ədədlərin müqayisə edəndə dedik ki, müsbət ədədimiz həmişə mənfidən böyükdür. Mənfi həmişə kiçik olur. Və bir də dedik ki, 0 böyükdür mənfi ədədlərdə. Mənfi nə olur olsun, fərq yox. -5. Bunu da qeyd eləmişdik. Və bir də uşaqlar qeyd eləmişdik ki, əgər ədədlərin ikisi də mənfidirsə, -6, -10. Yadınızdadır bu? Demişdik ki, ikisi də mənfidirsə, hansı ədəd daha soldadırsa, o kiçiyi hesab olunurdu. Dedik, sağa getdikcə ədədlər böyüyürdü, düzdürmü? -10 0-dan daha çox məsafədir. Bu tərəfə gedir. Amma uşaqlar, -6 biraz sağdadır deyə, -6 daha böyüdür. Və hətta belə bir şey demişdik. Demişdik ki, hansının müsbəti kiçikdirsə, dedim 6 kiçikdir nəydən ondan? Onda -6 böyük hesab olunur. Əksini göstərirdik. Bu hissə kimi aydındır uşaqlar. Bu hissə aydındırsa, bugün biz sizinlə yenə də mənfi ədədlərin müqayisəsi haqqında danışacağıq. Amma uşaqlar modul vasitəsilə, modula əsasən, moduldan istifadə edərək müqayisə edəcəyik. Yəni necə? Müsbət müqayisə eləmirəm ha. Müsbətlə mənfi demirəm. Müsbətlə mənfi keçən dəfəki qayda. Müsbət ədəd həmişə mənfidən böyüdür. 0 həmişə mənfi ədədlərdən böyüdür. Bunu əzbər bildik. İndi baxırıq sualımıza. Verilir bizə. Deyək ki, -8-dən -3 müqayisə elə görüm hansı böyüdür. Keçən səfərki formada deyəndə dedik ki, hansının müsbəti kiçikdirsə. Bax, bu müsbət 3-dür, bu 8. Bu kiçikdir, düzdürmü? Deməli, bu böyüdür. Və yaxud da uşaqlar, bugünkü qayda ilə desək, baxın, hansının modulu kiçikdirsə, o daha böyük hesab olunur. Yəni, deyirəm ki, ikisini də modula sallam. -8, -3. Deyirəm, -8-in modulu nəyə bərabərdir? 8-ə. 3-ün modulu nəyə bərabərdir? -3-ün. 3-ə. Hansı kiçikdir? Bu kiçikdir. Düzdürmü? Bu kiçikdirsə, mənfisi olanda bu daha böyük hesab olunur. Bir daha deyirəm qaydanı. İki mənfi ədədi müqayisə edəndə modulu kiçik olan daha böyük hesab olunur. Modulu nə deməkdir? Müsbət forması yəni. Müsbət forması kiçik olan daha böyük hesab olunur. Məsələn, bir dənə ədəd düzəndi deyək. -10-dan -99. Deyirəm, modulunu tapıram. Modulu -10, -99. İçində modulun yazı. Bu ədədi 10, bu ədədi 99. Hansı kiçik oldu? Bu. Deməli, kiçik olan böyük olacaq. İşarə əşsinə. Birdən-sində üzərində deyək. Verilir bizə. -21, -13. Modulunu tapıram. -21, -13. 21, 13 hansı kiçikdir? 13 daha kiçikdir. Deməli, 13 böyük olacaq, -13. Aydındır uşaqlar. Bir daha deyirik qaydamızı. İki mənfi ədədi müqayisə edəndə modulu kiçik olan daha böyük hesab olunur. Bura kimi problem yoxdursa, bu formada uşaqlar hər birini təyin edib cavab tapacaqsınız. Mövzumuz budur. İndi gəlin kitabda suallar üzərindən baxaq. Görək suallarda bizə nə verir? 1.
Verilib. Səhv 88-ci sual. Deyir ki, moduldan istifadə etməklə ədədləri müqayisə edin. Bir neçə cavabın doğruluğunu ədəd oxumada təsvir etməklə yoxlayın. Verilib. -18, -10. Birinci modul formasını yazıram. Modulda -18, modulda -10. Bu bərabərdir. Bu arada müsbət 18, bu arada müsbət 10. Hansı böyükdür? Bu. Bu kiçikdir, düzdürmü? Bu kiçikdirsə, mənfisi daha böyükdür. Yəni deyir ki, modula sal, müsbət formasını tap, sonra hansı kiçikdirsə onu böyük götür. Bir dənə də variantı baxın. Verilib bizə -32, -23. Modul formasını yazıram. Modulda -32, modulda -23. Elədir, 32, 23. Hansı kiçikdir? Bu. Deməli, bu daha böyükdür. İşarə əksinə dəyişir. Bir dənəsində yazaq. Uşaqlar, onsuz da gələcəyini bu formada yazmışsınız. Elə bir formayı fikirləşəcəksiniz beyninizdə. Hansı kiçikdir müsbət forması? 32 yoxsa 23, 23 kiçikdir. Deməli, daha böyük olacaq mənfi forması. Sıracı yazıb qurtaracaqsınız. Bir dənə sual üzərində baxaq. Görün necə tətbiq elədik. Verilib -41, -14. Modulunu tapıram. -41, -14. 41 çıxdı bundan, bundan da 14 çıxdı. Hansı kiçikdir? Bu. Deməli, mənfisi bunun daha böyük olacaq. Bu formada yazırıq. Bu sayda uşaqlar. Bu formada həll edib hər birini tapırsınız. Və uşaqlar mənə deyir ki, bir dənə -25 ilə -2-ni də yazın. Birincisini deyir, ədəd oxunda göstər. Gəlin elə bunun ədəd oxunda da göstərəcəm. -25, -2. Dediyim modulunu tap. -25, -2. Müsbət 25, müsbət 2 hansı böyüdür? Bu kiçik oldu. Demək kiçikdir, daha böyük hesab olunur. Və deyirdi ki, ədəd oxunda göstər. 0 oldu burada. -1, -2, -2 burada oldu mu? -3, -4, -5, -6, -7, -8, -10, -20, -25 burada oldu mu? Düzdürmü uşaqlar? Hansı daha sağdadır? Demişdik ki, sağa getdikcə ədədlər böyüyür. Sağda olan budur. Deməli, bu daha böyüdür. Bu böyüdür bundan. Aydın uşaqlar. Bu formada sizə deyirdi ki, sadəcə ədəd oxunda göstər. Başqa bir şey demirdi. Ədəd oxunda da göstərdik. 8-ci sualın yerdə qalan bəndlərini özünüz yazırsınız. Keçirik 9-cu suala. 9-da bizə nə deyir? Deyir ki, müqayisə edin. -26 və -42. Eyni qayda. -26, -42. Müsbət formasını tapıram. -26, modulda -42. Modulda 26-dan 26, 42. Hansı kiçikdir? Bu. Deməli, bu böyük olacaq. Bu böyükdür bunu. Yazdım. Keçirəm, bir dənə də bəndi yazıram. Verilib. -10. Mənfi modulda -21. Uşaqlar, bu bizi çaşdırır. Bax, bu mörtəzə deyil. Mörtəzə olsaydı, yadınızda deyə keçən səfər demişdik ki, 2 dənə mənfi olanda bir-birindən müsbətləşdirir. Bu moduldur. Deyin görün, bu moduldan nə çıxır? Bax, bunu nəzərə almıram, amma mənfi nəzərə almıram. Sadəcə modul deyirəm. Moduldan nə çıxır? Müsbət 24. Ay, son. Yazıram, demək ədədlər nə oldu? -10, -24. Bunu da nəzərə alsam, qabağında gəlsə. Problem yoxdur uşaqlar. Bunu yazdım. Yazandan sonra 2 dənə mənfi ədəddirsə, müsbət forması elədir 10, müsbət forması modul elədir 24. Hansı kiçikdir? Bu. Deməli, bu daha böyük hesab olunur. Aydın uşaqlar. Bu formada təyin oldu. Bir dənə də ədədi yazıram. C variantını da yazıram. D variantını uşaqlar özünüz işləyərsiniz. Verilib. Mənfi ya da D-ni də işləyəcəm uşaqlar. -69 və 0. Uşaqlar, modulu birinci çıxardım. Görün, ədəd nədir? Bu qarışıq bir ədəddir. Bunu bilmirəm ki, nəyə bərabərdir bu ədəd. Deyin, moduldan nə çıxır? Müsbət 69. Bax, bunu nəzərə almıram, əgər modulu çıxardıram. Hə, bu mənfi də gəldi qabağına, -69. İndi uşaqlar, 0 böyüdü -69. 0. 0 daha sağda yerləşir. 0 mənfi ədədlərdən böyüdür demişdik.
Bir dənə də verilib bizə modulda -44 və modulda -54 çıxılsın o. Uşaqlar, modulda -44-dən nə çıxır? Müsbət 44, bunu yazın. Modulda -54-dən nə çıxır? Müsbət 54. Yazdım, 54 çıxır. 54 çıxan neçə edir? 44. 44 44-ə bərabərdirmi? Çox. 44 bərabərdir 44. Yazıb qurtaraq. Aydın uşaqlar, bu formada hər birini tətbiq edirsiniz. Birinci modulu açın. Görün nədir ifadə? 2 ilə mənfi verəndə uşaqlar bu bizi çaşdırır. Birinci açın, görün nədir? Ondan sonra müqayisə edin. Keçdik 10-cu suala. Artan sırayla sıralayın. Aha. Artan sıra nə idi uşaqlar? Kiçikdən get-gedə böyüyə doğru düzmək, yəni arta-arta getməlidir. Bəs azalan sıra nə idi? Azala-azala getməlidir, böyüdən kiçiyə doğru düzürdük. Düzürmü uşaqlar? Bunun haqqında danışmışıq. Deyir ki, A variantına baxırıq. -29. Modulda -36. 0. Modulda 38. Şöyle birinci bunların moduldan çıxardarım. Görün ədəd nədir? Bu -29 olduğu üçün qaldı. Hələm artan azalan sıralarını düşünürəm ha. Sadəcə moduldan çıxardım. -36-dan nə çıxır? Müsbət 36. 0. Müsbət 38-dən nə çıxır? 38-də olduğu kimi. Müsbətdən olduğu kimi. Burada problem yoxdur uşaqlar. Artan sıra deyirsə birinci nəyi götürməliyik? Kiçiyi, düzdürmü? Bunların ən kiçiyi mənfi. Bunların içindən kiçiyi 0. 36, 38, aha 36 daha kiçikdir, 38 biraz böyüdür. Arta-arta getdi. Artan sırayla düzdür. Aydındır uşaqlar. Yəni kiçikdən böyüyə doğru düzəcəksiniz. Bir dənə burada C variantına da mən baxıram, B variantına özünüz baxacaqsınız uşaqlar. C-də nədir? Hansı ədədlərdir? Verilir bizə. Modulda 72. -12. 0. -74. Modulda -101. Aha. Birinci modulu açaq hər birində. Görək nə verir. Modulda 72-dən nə çıxır? 72. Bax sırayla düzmürəm, amma artan sıra, azalan sırayla düzmürəm. Hələlik ədədləri olduğu kimi yazıram. Ki görüm də ədədləri. Bunu çünki görə bilmirəm modulda olanda. 0, -74, -101-dən nə çıxır? 101. Bunu yazdım. Dedik, artan deyirsə ən kiçiyini tapmalıyıq. Bunlar heç müsbət ədədlərin ən kiçiyi olmaz. Mənfi ədədlərdə. -74 kiçikdir -12. -74. Səbəb niyə uşaqlar? Dedik ki, hansının modulu böyüdürsə, müsbət 74 edir. 74 12-dən böyüdür. Deməli, mənfi olaraq ən kiçikdir. -74. Sonra digər mənfi ədədimiz -12. Bunların içərisində ən kiçik 0. Sonra 72. Ən böyüdü içərisində 101. Şöyle artan sırayla düzdür. Artan sıra yəni arta-arta getməlidir. Bu formada təyin elədik. Növbəti hissədə deyir ki, azalan sırayla düzün. Gəlin buna da bir ikilərini deyim. Sonra qalanını sözünüz işləyim. Azalan sıra, yəni azala-azala getməlidir. B variantını işləyirəm bundan, azalan sırada. Modulda 15, -6, modulda 0, -14, -21 modulda. 15'dən nə çıxır? 15. -6 qaldı. Modulda 0-dan nə çıxır? 0 olduğu üçün. -14 qaldı. Modulda mənfidən nə çıxır? Müsbət 21. Bunların içərisində indi bədiyində azalan sıra. Azalan sıra deyirsə ən böyüyünü tapmalıyım. Ən böyüyü hansıdır? Müsbətlərdə. 21. Ən böyüyü. Müsbətlərə baxıram birinci. Müsbət çünki böyüdür. 15. Ən böyüyü. 0. Mənfilər kiçikdir, axıra qalır. İndi
Qaldı. Bir bu, bir bu. Deməli, böyüyü yazacağım, sonra kiçiyi yazacağım ki, azalan sıra olsun, düzdürmü? Deyirəm, hansı böyüdür? Hansının müsbət? Bu müsbət 6-dır, bu 14-dür. Bu kiçik olduğuna görə, düzdürmü? 6 kiçik olduğuna görə -6 daha böyüdür. Gəlin bir daha yazaq. -6, -14. Modul forması ilə də 16, 6, 14. Bu kiçikdir deyə mənfi forması daha böyüdür. Deməli, birinci böyüyü yazacağım. Azala geçsin deyə. Sonra azaldıb kiçiyi yazacağım. -14 kiçik. Aydın uşaqlar. Azalan sıra deyəndə azala deməlidir. Yəni böyüdən kiçiyə doğru düzməlisiz. Bu formada təyin elədik. Növbəti bəndləri, qalan bəndləri siz özünüz evdə həll edirsiniz. 11-ci suala baxırıq. 11-ci sualda bizə nə deyir? 11'de deyir. De bize verib. Modul kiçikdir 3'dən. Düzdürmü uşaqlar? Deyir ki, verilən ədədlər arasında boş xanaya uyğun ədədlər tapın. Uşaqlar, -5. Modulda -5'dən nə çıxır? Hər birinin modulunu tapıram. Deyirəm, -5'in də modulunu tapıram. Ayrı-ayrılıqda. -3'ün də modulunu tapıram. 0'ın da modulunu tapıram. 2'nin də modulunu tapıram. 4'ün də modulunu tapıram. -5'dən çıxdı 5. -3'dən çıxdı 3. 0'dan 0. 2'dən 2. 4'dən 4. Müsbətlər olduğu kimi 0'da həmçinin olduğu kimi çıxır. Mənfilər bir də əksinə çıxır. Uşaqlar 5 kiçikdirmi 3'dən? Xeyr, ödəmir. 3 kiçikdirmi 3'dən? Ödəmir. 0 kiçikdirmi 3'dən? Bəli, 0 ödəyir. 2 kiçikdirmi 3'dən? Bəli, 2 də kiçikdir 3'dən. 4 kiçikdirmi 3'dən? Xeyr, bu da ödəmir. Sadəcə bu ikisi ödəyəcək. Aydın uşaqlar, hər biri üçün yoxlayırsınız. Bir dənə də bəndə baxın bu sualda. Verilib, modul böyüdür 7'dən. C variantına baxıram uşaqlar. Modul böyüdür 7'dən. Birinci hər birinin modulunu tapıram. Aşağıdakı ədədlərin. Modulda -10. Modulda -7. Modulda 0. Modulda 4. Modulda 8. Modulda 12. Bərabər. Modulda -10'dan nə çıxır? 10. 7. Hamısının müsbət formasını yazıram. Müsbət 0. 4. 8. 12 müsbətlər olduğu kimi. Deyirəm ki, mənə lazımdır bu böyük olsun 7'dən. 10 böyükdürmü 7'dən? Bəli. Deməli, -10'u yazmaq olardı. 7 böyüdürmü 7'dən? Xeyr, bərabərdir. 0 böyüdürmü 7'dən? Xeyr. 4 böyükdürmü 7'dən? Xeyr. 8 böyüdürmü 7'dən? Bəli. Bunu da yazmaq olardı. 12 böyüdürmü 7'dən? Bəli. Modulda 12'də böyükdür 7'də. Bunu da yazmaq olar. 3 bənd ödəyir. Aydın uşaqlar, bu formada hər birini həll edirsiniz. Növbəti bəndlər sizin özünüzə qalır. Siz özünüz tədqiq edin. Verilir 12-ci sual da bizə. 12'də nədir? İkinci sualda bizə deyir. Deyir ki, boş xanaya uyğun 2 müsbət və 2 mənfi ədəd tapın. Şunlar verilib. Modul böyükdür 5'dən. Deyir ki, 2 dənə müsbət. Şunlar hansı ədəd böyüdür? 8, 9, 10, 11, 12. Hamısı 5'dən böyüdür. Nə istəyirsən yaz. 2 müsbət ədəd tap. Düzdürmü? Və deyir ki, 2 dənə də mənfi ədəd tap. Şunlar. Bunun modulu nə eləməlidir? Müsbət. Böyükdür 5'dən. Hansı ədəd böyüdür? 6. Modul 6 verən hansıdır? -6 ola bilər. -7 ola bilər. -8 ola bilər. Həmsə müsbət forması onsuz da böyük olacaq 5'dən. -6,
9 da yaza bilərəm, problem yoxdur. İstənilən bilmirlər. Aydın uşaqlar, 2 dənə müsbət təsirdir, 2 dənə mənfi. İstənilən birini də ödəyəcək. Bir dənə də baxıram, D variantına, Y variantına baxacağım uşaqlar. D bəndində bizə nə deyir? Modul bölüşdür sıfırdan. Uşaqlar, sıfırdan başqa istənilən modul sıfırdan bölünür. Səbəb niyə? Modul nə eləyəcək? Müsbət. Müsbət də həmişə sıfırdan bölünür, düzdürmü? Yaz, nə istəyirsən? 1, 2, 3, 4, 5, nə istəyirsən? Yaz, bölünür sıfırdan. Həmçinin də mənfi ədədində modulu onsuz da müsbət verir bizə. Yəni, böyük olacaq sıfırdan, fərq eləməz. Bir dənə uşaqlar, sıfır versəydim, sıfır böyüdür sıfır ödəmir. Qalanıma istənilən mənfi və müsbət ədəd verdikdə ödəyəcək. Çünki modul müsbət ədəd eləyəcək. Müsbət ədəddə həmişə sıfırdan bölünür. Bu formada təyin elədik. Keçirik Y variantına. Y də bizə nə deyir? Modulu bölüş bərabərdir 1-dən. Bölüş bərabərdir 1-dən. Uşaqlar, bərabər nə deməkdir? Yəni 1 də ola bilər. Problem yoxdur. 1 yazaq. 2 həqiqətən də bölüşdür 1-dən, düzdürmü? 3, 4, 5 mənfilərdə həmçinin həmin ədədləri yazmaq olar uşaqlar. Onsuz da müsbət forması yəni böyle olacaq. Problem yoxdur. Aydındır uşaqlar. Problem deyil. Bax, modulda mənfi 2-dən nə çıxır? Müsbət 2. Müsbət bölüş bərabərdir. Onsuz da 1-dən. Müsbət 2-miz 1-dən bölünür. Aydındır uşaqlar. Aydındır, əla. Bu formada təyin edirik. Uşaqlar, F variantında bax, istənilən qiymətdə ortayacaq. 0 ver, nə verirsən ver. Səbəb niyə? F-də moduldan müsbət çıxacaq. Müsbət ədəd onsuz da böyüdür mənfidən. Mənfi 1-dən həmişə böyüdür. Yəni, F variantında kvadratın içində nə yazırsan yaz. İstənilən mənfi ədəd, istənilən müsbət ədəd. Nə yazırsan yaz. Müsbət çıxacaq. Müsbət də həmişə böyüdür mənfidən olacaq. Yəni, istənilən qiymətdə ödəyəcək. Keçirik növbətiyə. Bir dənə məsələ həllində 13-də baxacam, 14-də özünüz yazacaqsınız. 13-də bizə nə deyir? Görək. 13-cü sualda deyir. Deyir ki, fikirlərdən hansı doğru deyil? Dəyişənləri yerinə müxtəlif tam ədədləri yazmaqla izah edin. Modulda A bərabərdirsə, modulda B olarsa, A bərabər də B olur. Lavə bunu deyir. A bərabər B olarsa, modul A bərabər də modul B olur. A B-dən kiçik olarsa, modullar da kiçik olur. Şunlar, Lalənin dediyi səhvdir. Anar doğrudur, Səbinənin dediyi də səhvdir. Düzdür, bəzən doğru ola bilər, bizə mütləq şəkildə doğru lazımdır. Deyir ki, modul A bərabərdirsə, modul B-yə. Deyir ki, Lalə, deməli A bərabərdir B. Niyə? Şunlar, bax, nömrə nə deyirəm? Düzdür, 2 dənə müsbət ədəd götürsən, 5 bərabər, modul 5 bərabərdirsə, modul 5-ə. Əlbəttə ki, 5 bərabər də 5-ə ödəyir. Amma uşaqlar, A-nı mən versəm mənfi 5, B-ni versəm müsbət 5, ikisinin də modulu nə edir? Müsbət 5. Bərabərliyi ödəyir də, düzdürmü? Başlayın şərt ödəyir də. Amma mənfi 5 ilə müsbət 5 bərabərdirmi? Xeyr. Sizə deyir, əgər bu bərabərdirsə, məcbur bu bərabərdir. Bu doğrudurmu? Xeyr. Bunlar bir daha deyirəm. İşdə 5, 5 verir. Bərabərlik doğrudur. Bu hissədə. Deyir, əgər bu doğrudursa, deməli mənfi 5 ilə müsbət 5 bərabərdir. Səhv. Anar deyir, A ilə B bərabərdirsə, eyni bir ədəd verək. 3, 3. Əlbəttə ki, bunların modulları da bərabər olacaq. Düzdür. Anarın dediyi düzdür. 4, 4. Modulları müsbət 4, müsbət 4. Mənfi 4, mənfi 4. Modullar müsbət 4, müsbət 4. Yəni bərabər olur. Anar doğru deyir. Səbinə. Deyir ki, A kiçikdirsə B-dən. Onda modulda A-da kiçikdir modulda B-dən. Deyir, doğrudurmu? Uşaqlar, doğru deyil. Səbəb niyə? Bəzən doğru ola bilər. Amma həmişə doğru olub olmamaq lazımdır bizə. A-nı verirəm mənfi 3, B-ni verirəm müsbət 1. Modul nə edir mənfi 3-ün? Müsbət 3. Birin modulu nə edir? 1. 3 kiçikdirmi 1-dən?
doğru olur. Aydın uşaqlar. Yəni bu doğru deyil. Sağ olun uşaqlar. Növbəti dərsimizdə görüşərik. Bəyəndinizsə bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun.